Allah seni inandırsın, ayakta durabilmek için yiyorum. Yoksa biliyorsun ben kim, yemek kim. Çok kötüyüm. Bulacaksın ki evet. Anne, sadece bilgi yaz mısın? Ne yazdı sana? Üstü hırçıltılı, içi yumuşaq, çox ləzzətli bir tabaq hazırladım. Hazırlanmasını videoda aydın şəkildə göstərmişəm. Mən ağız zövqümüzə görə sevdiyimiz ədviyyatlarla sosladım. Duz, istiyoz, sarkökdən istifadə etdim. Sizlər sevdiyiniz ədviyyatlardan istifadə edə bilərsiniz. Əminəm ki, hələ belə asan üsulla sarımsaq təmizləməmisiniz. Bunun üçün sadəcə sizə 15 dəqiqə vaxt lazımdır. Soyuq su və bir neçə buz parçası buna kifayət edir. Balığın mövsümü tam açılmışkən sizlərə çox ləzzətli bir salat resepti verim. Salatın içərisində ton balığı var. Bu da salata olduqca ləzzət qatır. Minimal ərzaqla hazırlanan bu salat həm çox doyurucudur, həm də dietikdir. Hazırlayan hər kəsə indidən nuş olsun. Makaronunuzun dəndən olmağını istəyirsinizsə, mütləq qaynadıqdan sonra süzmədən öncə içərisinə bir neçə parça buz atın. Ət məhsulları arasında ən çox mikrob olan ət məhsulu toyuq ətidir. Həm toyuq əti yeməli, həm də bu mikrobu maksimum dərəcədə azaltmaq üçün mütləq bu üsuldan istifadə etmək lazımdır. Yeni öyrəndiyim bu üsul tək kəlmə ilə möhtəşəmdir. Veganite gəldim ki, qadınlarla heç bir texnologiya baş gələ bilməz. Bizim evdə küftə, düşbərə və əriştəyə soğan bütöv atılır. Və sizdə necə soğança yoxsa bütöv soğan? Qonaqlıq süfrələrinizi bəzəyəcək çox asan bir salat resepti verin. Salat üçün bizə lazımdır qaynadılmış didilmiş toyuq əti, yumurta, təzə xiyar, şor xiyar, qarğıdalı konservi, mayonez, duz, istiyot. Bu qədər asan. Hazırlayan hər kəsə nuş olsun. Balıq sezonu açılmışkən onu deyim ki, balıq çox faydalıdır. Həftədə bir dəfə də olsa mütləq yeyin. Balığı yedikdən sonra evdən qoxusunu necə aparaq? Bax bu göstərdiyim üsulla. Balığı yedikdən sonra evdən qoxusunu saniyələr içərisində aparmaq mümkündür. Kartofunun çatlamadan qabığının asan soyulması üçün ən pratik üsulu sizinlə bölüşürəm. Buyurun, izləyin. Yeni öyrəndiyim bir şey sizlərlə bölüşürəm. Badımcanın acılığını çıxarmaq üçün artıq duz yox, şəkərdən istifadə edin. Bu dünyada yiyin, için, keyfinize bakın. Öbür dünyaya hiçbir şey götürmezsiniz. Hepsini burada yiyin. Ben burada yiyeceğim. Biraz daha yiyeyim, daha yemem zaten. Ayarımı biliyorum ya. Akşama kesinlikle hiçbir şekilde var. Ilık su. Ilık su içine limon. Başka çaresi yok yani. Bir tane daha. Əvvəllər bu tərəvəzi nə sevərdim, nə alardım, nə də hazırlayardım. Ta ki bu salatı öyrənənə qədər. Açıqlama hissəsində hər şeyi qeyd edəcəm. Məncə siz də bu salatı mütləq bir dəfə hazırlamalısınız. Çox ləzzətlidir. Bir yaxşı çay demləyəsən, bir yaxşı qonağın gələ. Əlləri boş, ürəyi dolu. Çayın qala bir tərəfə, ürəyin süzü bir. Yağdanlığımıza bir qaşıq duz əlavə etməklə yağ sıçramasının qarşısını almaq mümkün olduğunu bilirdiniz. Bilmirdinizsə bu videodan sonra artıq bilirsiniz. Sınamaq sərbəstdir, sınayınca fikirlərinizi bölüşməyi unutmayın.
Narı duzlayaraq yetsək, görün bədənimizdə nə dəyişikliklər olur. Yemək borumuz və bağırsaqlarımız təmizlənir, sümük ağrılarımız azalır, bəlğəmimiz demək olar ki, gedir. Soba istifadə etmədən lazım olan tərəvəzləri artıq airfryerdə, steak bölümündə 200 dərəcədə əzilmədən çox rahatlıqla közləmək mümkün olur. Sizlər üçün də paylaşdım ki, fikir olsun. Əgər sizin də airfryeriniz varsa, sobaya ehtiyacınız yoxdur. Sizin də sarımsaqlarınız kiflənər yaxud cücərərsə, qəti surətdə onları atmayın. Eynən göstərdiyim üsuldan istifadə edərək soyuducuda saxlaya bilərsiniz. Əgər bilgi sizə yararlı oldusa, dostlarınızla mütləq bölüşün. Yarpaq dolması hazırlayarkən yarpaqların saplaqlarını ayrı-ayrı təmizləməkdənsə bir dəfəlik bu şəkildə təmizləmək daha asan olur. İstədim ki, yeni öyrəndiyim bu fikri sizlərlə də bölüşüm, sizlərə faydası olsun. Hazırlayan hər kəsə nuş olsun. Bu üsulla bir neçə dəqiqəyə onlarla gündə hazırlamaq mümkündür. Bəs sən necə bu üsulu bilirdin? Siz deyin life hack, mən deyim yeni öyrəndiyim hiylə. Bu üsulu sizinlə paylaşmasam olmazdı. Əminəm ki, siz də istifadə edib çox razı qalacaqsınız. Meyvə və tərəvəzlərdəki gözlə görülməyən mikroorqanizmləri sonradan görməyi istəyirsinizsə, mütləq bu üsulu siz də sınayın. Çox asandır. Bol su və soda kifayət edir. İzlədiyiniz üçün təşəkkür. Artıq soyulan kartofları bu şəkildə soyuducuda bir həftə xarab olmadan saxlaya biləcəyinizi bilirdiniz. Mən bu fikri uşaqlıqdan bilirəm, istədim ki, sizinlə də bölüşüm. İnternetdə görüb öyrəndiyim faydalı bir bilgi daha. Bilirəm ki, bu aralar boğaz ağrıları yaygınlaşıb. Əlbəttə ki, diləyim xəstələnməyin. Əgər ki, xəstələnsəz, mütləq bu qarqaranı 2-3 gün boyunca gündə 3-4 dəfə edin. Sağ olun, sağlıqlı qalın. Bəzən internetdən gördüyümüz bütün videolar inandırıcı deyil. Onun üçün ilk olaraq videonu sınayıram və sonra sizlərlə bölüşürəm. Mən sınadım, çox ağıllı bir fikirdir. Pratik olur, sizlər də sınayın. İnanın, çox razı qalacaqsınız. Mətbəxdə bizi ağladan, amma çox istifadə etdiyimiz o tərəvəzi bir də belə sınayın. İnanın, gözüm 1 qram belə yaşarmadı. Hətta soğan doğramaqdan keyf aldım deyə bilərəm. Siz də sınasaz, rəylərdə yazmağı unutmayın. Hələlik. Kələm dolmasını hazırlarkən daha ləzzətli olmağı üçün kələmi pörtlətdiyiniz qazana bir miqdar duz əlavə edin. Qoca nənələrin deyimi ilə öskürəyin xırıq kəsilməyini istəyirsənsə, mütləq südlə quru tut qarışımını sən də hazırla. Yediğinizde sonuçlarına çok şaşıracaksınız. Nara tuz dökerek yediğiniz zaman yemek borunuzu ve bağırsaklarınızı temizleyen doğal bir ilaç elde etmiş oluyorsunuz. Bugünkü hazırlığımız soyuducu qənimət olsun. Bugün 3 kiloqram lobya, 1 kiloqram pomidor aldım. Bu şəkildə yuyub, doğrayıb 20 dəqiqə bişirdim. Sonra isə paketləyib soyuducuya yığdım. Sadəcə 4 tərəvəz və mükəmməl ləzzət. Kələm, kök, təzə xiyar, cəfəri, mayonez yaxud da xama. Bəyənməyi, rəy yazmağı unutmayın. Düşündüm ki, məni şoka salan, uzun zaman tox tutan bu qarışımı niyə də sizinlə bölüşməyim. Elə isə videoya diqqətlə baxın və açıqlamanı diqqətlə oxuyun.
Kim sirkeli suyla evini temizlerse, evdekiler nazardan korunur. Evde büyü varsa bozulur. Eve bereket verir. Eve ferahlık verir. İştahla özümə yemək çəksəm də yenə də sonuna qədər bitirə bilmədim. Çünki bir həftədir hazırladığım elə bir qarışım var ki, mədəmi demək olar yemədən tox tutur. Bəs bu qarışım nədir? Sizcə mədəni bu qədər tox tutan nə ola bilər? Alınan zeytun çox duzlu olarsa artıq bunun çarəsi tapıldı. Sadəcə qaynar su döküb 10 dəqiqə gözlədin, sonra üzərinə təkrar zeytun yağı və limon sıxıb nuş edin. Siz də əti və ya toyuğu buzluqdan çıxarmağı unutsaz, mütləq bu üsuldan istifadə edin. Əgər airfryeriniz yoxdursa, bu işi sobada həll edə bilərsiniz. Sadəcə 3 dəqiqə və 170 dərəcə kifayətdir. Qənaəti və təmizliyi sevən evdar xanımlar bunu mütləq bilməlidir. Əgər siz də qab yuyan mayonezin içərisinə bircə qaşıq limon duzu töksəz, fərqi siz də görəcəksiniz. Nəticəsində həm qablarınız daha təmiz yuyulacaq, həm də bol köpük etdiyi üçün qab yuyan mayonezə qənaət edəcəksiniz. Kəşfiyyatda çox gördüyüm, lakin yeni sınadığım bu fikir mənə olduqca pratik və ağıllı gəldi. Bu şəkildə dolabın içərisi daha səliqəli və təmiz, ağzı açılmış yarım qalan ərzaqlar isə daha sağlam və təzə qalır. Salfetkalarınızın daha ıslaq və uzun ömürlü olmağını istəyirsinizsə, mütləq bu üsulu siz də yoxlayın.